Səbrin və dəyanətliyin rəmzinə çevrilən şəhid anaları və ataları, vətənimiz Azərbaycana qəhrəman oğullar verdiyiniz üçün qarşınızda baş əyir və sizə təşəkkür edirik. Eyni zamanda vətənin bütövlüyü uğrunda hər an canından keçməyə hazır olar. Həmçinin bizə qələbə dolu günlər yaşadan Azərbaycan əskəri. Sizə də ən böyük təşəkkürümüzü ərmağan edirik. Azərbaycan polisi, daim təhlükəsizliyimizi təmin etdiyiniz, ictimai asayişin qorunmasında göstərdiyiniz xidmətdən və diqqətdən dolayı sizə təşəkkür edirik. Təmizlik işçiləri, hər gün hər kəsdən erkən oyanıb, şəhərimizin təmizliyinin qayğısına qaldığınız üçün hər birinizə minnətdarıq. Salam, bugün beynəlxalq çox sağ ol günüdür. Biz də sizə hər bir vitaminli meyvələrlə təmin etdiyinizə görə təşəkkür edirik. Gecə gündüz bilmədən sağlamlığımızın keşiyində durduğunuz üçün sizə dərin minnətdarlıq hiss ediyoruz. Sənə və dünyadakı bütün uşaqlara təşəkkür edirik ki, bizim dünyamızı gözəlləşdirirsiniz. Anaya, ataya təşəkkür etmək lazımdır ki, bizləri dünyaya gətirirlər, gözəl həyat bəxş edirlər. Bugün beynəlxalq çox sağ ol günüdür. Biz də sizə təşəkkür edirik ki, təhsilinizdə, uğurlarınızda inadla davam edirsiniz. Ətrafımızı, mənəviyyatımızı, ruhumuzu gözəlləşdirən bütün insanlara təşəkkür və minnətdarlıq hissi duyuruq. Həyat xoş ünsiyyətdən və gözəl münasibətlərdən anlam qazanır. Nə yaxşı ki, çevrəmizdə böyük ürəyə sahib, incə düşüncəli insanlar var.